Xoş gördük əziz dinləyicilər. Siz bilirsiniz ki, mən Mərkəzi Asiya məsələsi barədə, yəni Avropa Birliyi ilə yaxınlaşması barədə sizinlə danışmışdım. Və bu günləri yenə də bu mövzuya qayıtmaq istəyirəm. Ona görə bu mövzuya qayıtmaq istəyirəm ki, bu günləri həqiqətən həm Azərbaycanda siyasilərin və Azərbaycanda olan belə deyək, turançıların, türkiyəçilərin və Türkiyədə də mətbuatda da çox ciddi surətdə müzakirə olunan bir məsələ var ki, Orta Asiya ölkələri, yəni Türkistan xəyanət elədi, Türkiyəyə xəyanət elədi, Türkiyəni satdı. Ax onlar türk deyillər, ay bunlar nədirlər və bunun bir kampaniyası var. Bu kampaniyada da əsasən həm Türkiyə siyasətçilərini ağır vəziyyətə salırlar, həm də bizimkilər də bundan çox istifadə edirlər. Və bu gün Türkiyəçi olan zümrə bunu faciəyə gətirib çıxardır. İstəyirəm ki, mən də bundan danışım ki, bu məsələ nədir, necədir? Bilirsiniz, mən bu barədə bir-iki dəfə danışmışam və bildirmişəm ki, Mərkəzi Asiya Türkistan dövlətləri çox rasional bir siyasət yürüdürlər. Bu mənada indi mən istəyirəm bu barədə açıqlama verim. Əvvəla, bilmək lazımdır ki, Turan ideyasının mərkəzi Azərbaycandır. Və bu günləri Turan deyib, Türkistan deyib, Türkiyəyə xəyanətdən danışmayın. Turançılıq Türkiyəçilik deyil. Türkiyə Turanın nə olduğunu bilməyəndə, Türkiyə türklüyün nə olduğunu bilməyəndə Azərbaycan Turana başçılıq edirdi. Bu ideyanın mərkəzi Azərbaycandır. Təkcə Mirzə Kazım bəydən danışdıqda insanın həqiqətən gözləri halqasından çıxır. Belə böyük bir poliglot, Azərbaycan dilini, türk dilini, ərəb dilini, fars dilini, ingilis dilini, rus dilini sərbəst bilən, türkçülük barədə, rus dili barəsində qrammatika yazan, 6700 sözdən ibarət qrammatika yazan, türkçülüyün ilk deməli Rusiyada keçirilən konfransını yaradan, keçirdən məhz Mirzə Kazım bəydir. Mirzə Kazım bəy türkçülükdən danışdıqda, bütün türkdilli dövlətləri Moskvaya topladıqda, inan mənə Orta Asiyalılar başa düşmürdü ki, türk nə deməkdir. Orta Asiyalılar bilmirdi, Orta Asiyalılar ruslaşmışdılar. Və yaxud da Türkiyədəkilər başa düşmürdülər ki, türkçülük nə deməkdir. Çünki Türkiyə daha çox ərəbçi idi. Türkçə daha çox ümmətçi idi. Türkçəyə əsasən sünni məzhəbçi idi. Bu günləri Ərdoğan özü də mənim əzizlərim, Ərdoğan bir türkçü deyil. Ərdoğan kafa etibarilə, əlbəttə mənim ona hörmətim var. Amma siyasət etibarilə o bir məzhəbdən, İmam Hatibdən gəlmiş bir şəxsiyyətdir. Onun beyni müaviyə, sünni məzhəb dini və ərəb təəssübkeşliyi ilə doludur. O hakimiyyətə gəldikdə də əsasən ərəb təəssübkeşliyi həyata keçirilirdi. Sadəcə olaraq bu günləri türkçülüyü belə biz Türkiyəyə təbliğ etdik. Bu günləri də dünən də biz bunu edirdik. Siz xatırlayırsınız 1991-ci ildə Turgut Özal nə demişdi? Demişdi Azərbaycana geçsin İran kömələsin. Onlar şiədirlər, biz sünniyik. Baxın görürsünüzmü hansı pəncərədən baxırdı Türkiyə siyasətə? Yalnız məzhəb pəncərəsindən yanaşırdı. Atatürk ilk dəfə nə mutlu Türk'üm deyənə niyə görə bu kəlməni söz deyirdi? Nə mutlu Türk'üm deyənə. Çünki özünə Türk deyən yoxdur ki. Kim ki özünə Türk deyə bilirdi, nə mutlu onun halına. Çünki Türkiyədə ərəb dilini müqəddəs dil hesab edirdilər. Ərəbi müqəddəs hesab, bu günləri də belədir. Ərəb dilində danışmağı fəzilət və yaxud da cənnət dili hesab edirdi türklər. Bu gün Türkiyənin özü də yaxşı oradan ərəb dövləti, ərəb liqası dövləti çıxar, nəinki türk dövləti. Bu günləri o ideyanı belə biz onlara vermişik. Və yaxud da Orta Asiyaya, inanın mənə Turanla Orta Asiyayı biz tanış etdirmişik. Azərbaycan Turanın mərkəzidir, türkçülüyün mərkəzidir. Türkiyəçi olmuyor. Türkçülük, Türkiyəçilik deyil. Avu eləməklə deyil. Bugün Orta Asiyaya da, məhz Türkiyəyə də türkçülüyü, turançılıq ideyasını biz qaynatmışıq. Mirzə Kazım bəylərlə, Kasparallarla, Əhməd bəy Ağoğulları ilə, Məhəmməd Əmin Rəsulzadələrlə və sonda 1987-ci ildə İlk dəfə Azərbaycanın meydanında Sovet tankına qarşı dirənən Azərbaycanlılar bu işarəni, Bozqurd işarətini biz çıxartmışıq. İlk dəfə Bozqurd heykəlini biz gətirmişik. Və Türkiyədə MHP, bugünkü Milliyətçi Hərəkat Partiyasının rəhbəri Türkeş bizdən öyrənib Türk işarəsini, Bozqurd işarəsini. Türkçülük və turançılığı onlar öyrəndilər. Bu günləri onlarda ancaq bu işarə qalır.
Onlar yenə də türkçülüyün nə olduğunu deyirlər. Buna sadiq deyirlər. Çünki bunun mahiyyətini anlamırlar. Bunun mahiyyəti də bizdədir. Bunun altyapısı da bizdədir. Bunun fundamenti də bizdədir. İstəyirdim bax bu turançılığın nə olmasını biz istədiyim. Türk və turançılıq dedilə bizim təsvürümüz çəkilməlidir. Çünki Orta Asiyaya da günəş kimi parlayan Azərbaycandır, Türkiyəyə də günəş kimi parlayan Azərbaycandır. Azərbaycan həmişə birləşdirici rol oynayır. Bu günlərdə o birləşdirici roldadır. Turanın mərkəzi, türkçülüyün mərkəzi Azərbaycandır. Ona görə də bu günləri Kipr məsələsinə gəldikdə, Kipr həmişə Türkiyə ilə Avropanın məsələsi olub, problemi olub. Bu problemi həmişə onlar həll ediblər. Bu günləri Orta Asiyanın və ya da Azərbaycanın Kiprə heç bir təsiri və ya da təzyiqi yoxdur. Bu günləri Orta Asiyada baş verən hadisələr, məhz Avropa Birliyinin Orta Asiyaya gəlməsi bizim üçün çox xeyirlidir. Bizim üçün çox xeyirlidir. Ona görə bizim üçün çox xeyirli ki, mən bunu demişdim. Çünki bugün Orta Asiyanın qayğıları Rusiya və Çindir. Rusiya və Çin qorxusudur. Bugün Orta Asiya o Rusiya və Çini neytrallaşdırmaq üçün Avropa Birliyi ilə əməkdaşlıq edir. Onların çəmbərində qalmaq istəmir. Orta Asiya çox təhlükəli bir regiondur. Bir tərəfində Əfqanistan, İran, digər tərəfində Çin, bir tərəfində Rusiya var. Bunlar çox qorxuludur. Bu günləri Orta Asiyaya yeni bir güc lazımdır. Və bu yeni bir güc, ən gözəl güc əlbəttə ki, Avropa Birliyi ola bilər. Bu günləri Avropa Birliyi 12 milyard dollar pul ayırır. Bunu Türkiyə ayıra bilərdimi Orta Asiya? Xeyr. Bugün Türkiyənin özünün ekonomik vəziyyəti çox ağırdır. Baxın, Mərkəzi Asiyanı başa düşmək lazımdır. Bugün Mərkəzi Asiya bu qanunu qəbul etmədə heç də Turana, necə deyərlər, xəyanət eləməyib. Mən sizə xatırladım ki, Türkiyə neçə illərdir Avropada və Amerikada Çinə qarşı Uyğur türklərinə əzab verdiyinə qarşı konfransa qatılanlar içərisində Türkiyə olmayıb. Deyirdilər, Türkiyə öz mənafeyini qoruyur. Bəs bu günləri Orta Asiyada öz mənafeyini qoruyur. Niyə görə Çinə qarşı bir söz deyə bilmirsiniz? Orada deyirsiniz ki, bizim mənafeyimiz var, Çinlə münasibətlərimiz var. Amma Kiprə gəldikdə düşmən olurlar. Xeyr, hər kəsin öz mənafeyi var. Necə ki, Türkiyə, Avropada, Amerikada Çinə sanksiya üçün Uyğur məsələsinə görə Türkiyə qoşulmurdusa, heç bir müsəlman ölkəsi qorxusundan qoşulmurdusa, yoxsa da öz maraqlarına görə qoşulmursa, bu günləri Mərkəzi Asiya dövlətləri də qoşulmur. Çox normaldır. Niyə düşmən olur ki? Bu günləri Turanla bizim mədəni, iqtisadi, demokratik bir birliyimiz olmalıdır. Əlbəttə, biz Turan yerindədir. Bundan heç kəs imtina etməyəcək. Amma Mərkəzi Asiyanın bu günləri qayğıları çox böyükdür. Onun qorxulu röyaları var, Çin və Rusiya. Ona görə bunları neytrallaşdırmaq üçün Avropa Birliyi ilə əməkdaşlıq Orta Asiya üçün ölüm-dirim məsələsidir. Və bizim üçün də xeyirlidir. Çünki biz istəyirik ki, bu regiona demokratiya gəlsin. Demokratiya da Turanı inkişaf edə bilər. Hə, bu günləri Avropadan xoşumuz gəlmir. Avropa düşməndir, orada Fransa var. Demokratiya bizə lazımdır, Avropaya yox. Demokratiya Turana lazımdır, Avropaya yox. Avropada iqtisadiyyat var, Avropada pul var, Avropada para var. Bu günləri 12 milyard dolları Orta Asiyaya yox, Türkiyəyə də versələr, bəlkə Türkiyə özü də Kipri tanımazdı. Şimali Kipri. Bugün pul məsələsidir. Bu günləri bilirsiniz ki, Antalya'da forum keçirdi. Antalya'da forumda Prezident Erdoğan yaxşı söz danışdı. Çox xoşum gəldi. Avropa Birliyinə biz getmək istəyirik, biz Avropa Birliyi ilə əməkdaşlıq etmək istəyirik, Avropanın təhlükəsizliyi bizdən asılıdır. Sanki elə danışırdı ki, sanki bir yetimə pul uzadırdı. Baxın, Avropa Birliyi böyük bir qüvvədir. Dünya iqtisadiyyatında 3-cü yerdədir. Bu günləri nə qədər ki, Türkiyəyə ehtiyac var, Türkiyə bundan istifadə etməlidir. Amma Türkiyə özünü şərq dövləti kimi, ərəb dövləti kimi aparır. Bugün Avropaya acıq vermək lazımdır. Avropa 2 ildən sonra öz hərbi potensialını bitirdikdən sonra Türkiyənin özünə belə təhdid olacaq. Bu günləri Almanya 500 milyard dollar öz hərbi büdcəsinə pul ayırır. Bilirsiniz, bu nə boyda rəqəm? Təkcə Almanya. Türkiyə bunun qarşısında qala biləcəkmi? Xeyr. Ona görə Türkiyə özü də Avropa Birliyinə daxil olmalıdır. Bugün Avropa Birliyinə acıq vermək yox, sənin təhlükəsizliyin məndən asılıdır, sən gəlginən mən sənin təhlükəsizliyi qoruyum, bu formada yox. Bunu deyib də sonradan gedib özün antidemokratik bir hərəkət etməklə kiməsə acıq vermək, İmamoğlunu tut, onu məsələ İmamoğlu deyil. Sən bugün Avropaya deyirsən, sonra gedirsən anti-Avropa hərəkət edirsən, antidemokratik hərəkət edirsən. Gedib özü şərq dövləti kimi aparırsan, buradan da Avropaya deyirsən ki, sənin mənə ehtiyacın var. Birdən sabah Avropanın sənə ehtiyacı olmayanda nə edəcəksən?
Bugün Avropanın ciddi pulu var. O 2 ilə, 3 ilə öz hərbi iqtisadiyyatın çox pik həddə çatdıracaq. Sən onun qarşısında dura biləcəksən mi? Sənin elə bir ekonomin varmı? Yox. Ona görə də Türkiyədə kimsəyə acıq verməməlidir. Özü də Avropa Birliyinin bir üstünə çevrilməlidir. Nəhayət Azərbaycan da və Orta Asiyada buna doğru gedir. Bizə demokratiya hava və su kimi lazımdır inkişafımız üçün. Fransadan xoşumuz gəlmir, gəlməsin. Demokratiya bizə lazımdır, Fransaya yox. Fransa zaten demokratikdir. Fransa 6 trilyon dollarla kifayət qədər güclü bir ölkədir. Biz ona niyə paxıllıq çəkirik? Onlar heç kəs bizə paxıllıq çəkmir, bizi nə gündə olduğumuzu görürlər. Ona görə də bu günləri Orta Asiyada düşmən çıxartmaq, ona bəla oxumaq, ay türklərə xəyanət, heç kəsə xəyanət eləmədi. Bunu Türkiyə etmişdi vaxtıkən. Azərbaycan da o günlərdə etmişdi. Bugün ümumiyyətlə türk dilli dövlətlərin başçılarına baxdıqda bunların içində heç biri, inanın mənə, nə turansıdır, nə türksüdür. Amma bunların içində bəlkə bir turansı var ki, o da İlham Əliyevdir. Valla İlham Əliyev daha çox səmimidir. İlham Əliyev həqiqətən də səmimidir ki, regionda bir başqa bir güc balansı yaransın, güc dövlətləri yaransın. İlham Əliyev həmişə bunun marağında olur. Bu günləri Erdoğan da marağında deyil. Erdoğan gah özü şərq ölkəsi kimi aparır, gah da deyir mən Avropa Birliyinə girməsin. Necə girəcəksən? Onun öz qaydaları var. O sənin üçün boş-boşuna yaradılmış Turan Birliyi deyil ki, istədiyin vaxt girəsən, çıxasan. O KTMT deyil. Onun öz məramnaməsi və nizamnaməsi və ona uyğun olmalısın. Ona görə də Avropa Birliyinin Orta Asiyaya girməsi, Mərkəzi Asiyanın Avropa Birliyi ilə əməkdaşlıq etməsi və bu mənada Kipri tanıması doğru bir addımdır. Doğru bir addımdır. Bugünkü vəziyyətdə Orta Asiya özünü qorumaq istəyir, öz potensialını qorumaq istəyir və bu bizim üçün də xeyirlidir. Çünki Orta Dəhliz məsələsi bizdən gəlib keçəcək. Biz də bundan paralar, pullar qazanacağıq. Biz də Avropa Birliyi ilə nəhayət əməkdaşlığımızı yüksək səviyyəyə qaldırmalıyıq. Öz müəyyən maraqlarımızdan, hakimiyyət maraqlarımızdan əl çəkməliyik və inkişafa doğru getməliyik. Ona görə bunu o bəzi dırnaq arası turançılar özlərini qoysunlar kənara. Turanın mərkəzi bizik, Turan deyildikdə, Türk deyildikdə biz başa düşülməliyik. Türkün yaranan yeri də məhz Urmu nəzəriyyəsidir. Biz buradan gedənlərlə Altaya gedənlər də bizimkilərdir və gələnlər də bizimkilərdir. Bu ideyanın da mərkəzi yenə deyirəm Azərbaycandır və Türkün, Turanın mərkəzi Azərbaycandır mənbəsi. Bugün Türkiyəçilik etməyin bir mənası yoxdur. Türkiyə öz maraqlarını qoruyur, Mərkəzi Asiyada öz maraqlarını qoruyur və nəhayət biz hamımız birlikdə demokratik təsisatlara qəbul olunmalıyıq və bugün güclü iqtisadiyyatı olan Avropa Birliyinin içində, daxilində olmalıyıq. Bu günləri bizim dünya təhlükəsindən özümüzü qorumaq üçün, Çin təhlükəsindən qorumaq üçün, Rus təhlükəsindən qorumaq üçün, Hindistan təhlükəsindən qorumaq üçün, İran təhlükəsindən qorumaq üçün bizə Turan, amma demokratik Turan, Avropa tərkibində olan Turan daha əlverişlidir. Təşəkkür edirəm diqqətinizə görə.